Deməli, dünən yox, sırağa gün. Faiq işə 42 dəqiqə gecikib. 11:30-da Sevinç ona tapşırılmış işləri görmək əvəzinə Odnoklassika girib bir sıra oğlanlarla, xüsusilə də Ülvi adlı 25 yaşlı Bakı şəhər sakini ilə isti söhbətlər edib və onunla isti suya gedəcəyinə söz vermişdi. Dünən Elxan sizin burada olmadığınızdan suyu istifadə edib, sizin bizlər üçün açdığınız kafedə yemək yiyib xeyir vermək əvəzinə özü ilə evdən bankada toyuq supu gətirmişdi. Rov İsmail dünən saat 15:30 və 16:20 radələrində İbrahim müəllim demək əvəzinə 2 dəfə İbrahim harda qaldı deyərək böyük tərbiyəsizlik etmişdi. Xatırladım ki, bu baş xəbərlər idi. İndi isə sonda mən sizə bir video süjeti çatdırmaq istəyirəm.